Sonunda Instagram başa düşdü ki, mən Azərbaycanlıyam. Bu sexi təzə götürəndə videolar çəkirdim, amma montajla falan və orada rus dilində səsləndirirdim. Ondan sonra Instagram yəni ancaq mənim daha doğrusu izləyicilərim rus dilli auditoriya idi. Özbək, Qazax, Rus, yəni Rusiya, yəni bu bölgələrdən izləyirlər, nəinki Azərbaycandan. Ondan sonra keçdim Azərbaycan dilinə. Yəni belə kontent çəkməyə. Və harca 2 aydır çəkirəm. 2 aydır Instagram yenə də mənim kontentimi, mənim videolarımı rus dilli auditoriyanın önünə çıxardırdı və yenə də mənə rus dillilər baxırdı. Amma heç nə də başa düşmürdülər, onlar da baxmırdılar. Ona görə videolarım 100-200 baxışdan artıq keçmirdi. Amma biz də dirənmişdik də, belə deyim. Yəni sonunda bu kənd videolarından sonra Instagram başa düşdü ki, mən Azərbaycanlıyam. Ondan sonra başladı Azərbaycanlıların Azərbaycan dilində olan insanların önünə çıxartdı videolarımı. İndi Allah'a həmd olsun baxışlar başlayıb qalxmağa və auditoriya Azərbaycan dili bilənlərdir.